Salam əziz şagirdlər, kanalımıza xoş gəlmisiniz. Mən Riyaziyyat müəllimi Tahir Abdullayev. Bugün sizə natural ədədlər mövzusunu izah edəcəm. Bütün mövzular mütəmadi olaraq kanalımıza yüklənəcək. Baxıb faydalana bilərsiniz. Natural ədədlər. Natural ədədlər sayma nəticəsində alınan ədədlərə biz natural ədəd deyirik. Natural ədədlərə həm də biz müsbət tam ədədlər deyirik. Natural ədədlər riyaziyyatda böyük N hərfi ilə işarə olunur. Burada yazdığımız çoxluq natural ədədlər çoxluğudur. Ən kiçik natural ədəd 1-dir. 0 natural ədəd deyil. Çünki biz saymada sıfırdan istifadə etmirik. Natural ədədlərin onluq say sistemində yazılması, rəqəmlər ədədləri düzəltmək üçün lazım olan simvollardır. Rəqəmlərin sayı 10 ədəd olduğundan istifadə olunan say sistemi onluq say sistemi adlanır. Ədədin mərtəbələri. Biz burada 4 rəqəmli ədəd yazmışıq. A, B, C, D 4 rəqəmli ədəd yazmışıq. D təklik mərtəbəsindəki ədəddir. C onluq mərtəbəsindəki ədəddir. B yüzlük mərtəbəsindəki ədəddir. A isə minlik mərtəbəsindəki ədəddir. Amma 4 rəqəmli A, B, C, D ədədində təkliklərin sayı bu ədədin özü qədərdir. Onluqların sayı A, B, C qədərdir. Yəni onluqların sayı deyəndə arxadan bir rəqəmi silirik, sondan bir rəqəmi silirik. Yüzlüklərin sayı AB, minliklərin sayı A saydadır. Burada bir misala baxaq. Deyir ki, verilən bu ədəddə neçə minlik var? Minlik deyirsə, sondan 3 rəqəmi silirik. Yəni 5-i, 9-u, 8-i silsək biz buradan 5812 burada biz minlik alarıq. Yəni minliklərin sayı deyəndə sondan 3 rəqəmi silirik. Yüzlüklərin sayını soruşsa əgər bizdən, yüzlüklərin sayı deyəndə sonda 9 ilə 5-i siləcək, olacaq 58128. Natural ədədlərin ümumi şəkildə yazılması. Əgər AB üzərində xətt varsa, yəni üzərində xətt bunun 2 rəqəmli ədəd olduğunu göstərir. Bu istənilən 2 rəqəmli ədədi biz 10A üstəgəl B şəklində yaza bilirik. AB bərabərdir 10A üstəgəl B. Məsələn, tutalım ki, mən yazıram burada 43. 43 2 rəqəmli ədəddir. Mən bunu 10 vurulsun 4 üstəgəl 3 şəklində yaza bilərəm. Məsələn, 52. 10 vurulsun 5 üstəgəl 2 şəklində biz bunu yaza bilərik. ABC bu 3 rəqəmli ədəddir. Biz bunu 100A üstəgəl 10B üstəgəl C şəklində yaza bilərik. Məsələn, tutalım ki, yazıram 325. Bu bərabərdir. 325 bərabərdir. 100 vurulsun 3 üstəgəl 10 vurulsun 2 üstəgəl 5. ABCD bu 4 rəqəmli ədəddir. Bunu mən 1000A üstəgəl 100B üstəgəl 10C üstəgəl D şəklində yaza bilərəm. Burada olan ikinci suala baxaq. Deyir ki, AB 7 çıxılsın AB, yəni 3 rəqəmli ədəddən 2 rəqəmli ədədi çıxırlar, 133 alınarsa, A üstəgəl B cəmini hesablayın. Biz bunu iki yolla izahını
verəcəyik. Deməli, birinci belə yazaq. AB 7 bu 3 rəqəmli ədəd olduğundan mən bunu belə yaza bilərəm. 100A üstəgəl 10B üstəgəl 7 çıxılsın 10A üstəgəl B bərabərdir 133-ə. Buradan nə alınacaq? Saat mötərizəni açaq buradan. Olacaq 100A üstəgəl 10B üstəgəl 7 çıxılsın 10A çıxılsın B bərabərdir 133. 100A'dan 10A'nı çıxsaq, buradan alınacaq ki 90A 10B'dən B'ni çıxsaq, üstəgəl 9B bərabərdir 133 alınacaq. 9-u mötərizə xaricinə çıxarsaq, 10A üstəgəl B bərabərdir, yox, 133 yox, burada 126 alınacaq. 126, yəni 133-dən mən 7-ni çıxmalıyam, 7-ni sağ tərəfə atıram. Bərabərdir 126-ya. Buradan alınacaq ki, 10A üstəgəl B bərabərdir 14 alınacaq. Yəni 126-nı 9-a bölsəm 14 alınacaq. 10A üstəgəl B də elə AB deməkdir. AB bərabər 14-dürsə, onda A 1-ə bərabərdir, B 4-ə bərabərdir. A üstəgəl B cəmi, A üstəgəl B cəmi, A üstəgəl B bərabərdir 1 üstəgəl 4. Bu da nəyə bərabərdir? 5-ə bərabərdir. Bu bir yolla həlli. Bunun bir praktik həlli də var. Praktik həll necədir? Mən bunu belə yaza bilərəm. A, B, 7, yəni alt-alta çıxacam. Çıxılsın AB bərabərdir 133-ə. İndi buradan görürəm ki, B mütləq 4 olması lazımdır. Çünki 7-dən 4-ü çıxsam 3 alınacaq. Yəni B bərabərdir 4-dür. Əgər mən burada B-nin yerinə 4 yazsam, B-nin yerinə 4 yazsam, deməli A 1 olması lazımdır. Buradan da görürəm ki, A üstəgəl B bərabərdir 1 üstəgəl 4, o da bərabərdir 5. Bu daha qısa yoldur, yəni praktik yolla biz bunu həll edə bilərik. Üçüncü suala baxaq. Üçüncü sual ilə ikinci sualın demək olar ki, eynisidir. Burada nə deyir? Deyir, 2 natural ədədin cəmi 465-dir. Onlardan birinin axırıncı rəqəmi 3-dür. Əgər bu rəqəmi pozsaq, ikinci ədəd alınacaq. Yəni, bu şəkildədir. Biri A, B 3-dür. Yəni, 3 rəqəmli ədəddir. Əgər mən bu 3-ü pozsam, ikinci rəqəm alınacaq. Belə çıxır ki, bu 3-ü pozsam, ikinci rəqəm də AB alınacaq. Onda A üstəgəl AB, yəni AB 3 üstəgəl AB bərabər 465 alınacaq. Buradan da belə də yaza bilərəm bunu. Praktik yolla da yaza bilərəm. Yəni bunu belə yazsam daha praktikdir. AB 3 üstəgəl AB bərabərdir 465-ə. İndi fikir verin. Belə çıxır, burada mən görürəm ki, B 2-yə bərabər olmalıdır. Əgər B 2-dirsə, B-nin yerinə 2 yazsam, A 4 olmalıdır. Onda belə çıxır ki, bu ədədlərdən biri, nə deyir? Bu ədədlərin fərqini tapın deyir. Mən A-nın yerinə 4, B-nin yerinə 2 yazsam, deməli alınacaq 423. İkinci ədəd isə 42 olacaq. 423-dən çıxıram 42-ni. Bu da bərabərdir 1, 8, 381. Bu ədədlərin fərqini soruşur. Bu ədədlərin fərqi 381 olacaq. Növbəti suala baxaq. Növbəti sualda nə deyir? Bu sual, dördüncü sual. Deyir ki, 2 rəqəmli AB ədədi üçün
AB bərabərdir 3A üstə gəl 4B olarsa, A üstə gəl B cəmini soruşur bizdən. Deməli, mən burada nə edəcəm? Yenə eyni formada. Bu AB-nin yerinə yazacağım 10A üstə gəl B bərabərdir 3A üstə gəl 4B. İndi burada A-nı sol tərəfə, B-ni sağ tərəfə atıram. Onda olacaq 10A çıxılsın 3A bərabərdir 4B çıxılsın B. 10A'dan 3A'nı çıxsam, nə alacam buradan? 7A alacam. 7A bərabərdir 3B. 7A 3B'yə nə vaxt bərabər ola bilər? 7A'nın 3B'yə bərabər olması üçün mən A'nı 3, B'ni 7 götürməliyəm. Onda belə çıxır ki, AB 2 rəqəmli ədədi, AB 2 rəqəmli ədədi 37-yə bərabər olacaq. Təbii ki, mən burada A-nı 6, B-ni 14 də götürsəm, bu bərabərlik alınacaq. Amma bu 2 rəqəmli ədəd alınmayacaq. Məsələn, mən A-nın yerinə 6, B-nin yerinə 14 yazsam, sol tərəfdə 42, sağ tərəfdə 42 olacaq. Amma AB 2 rəqəmli ədədi alınmayacaq. Məsələn, mən A-nın yerinə yazsam 6, B-nin yerinə 14 yazsam, bu 3 rəqəmli ədəd alıram. Ona görə elə bu bərabərlikdən A3, B7 olması lazımdır. AB 37-yə bərabərdir. Mənə A üstə gəl B cəmini soruşur. A üstə gəl B cəmi, bu da bərabərdir 3 üstə gəl 7, o da 10-a bərabərdir. Növbəti suala baxaq. Bizə deyir ki, 3 rəqəmli ABC və BAC ədədləri üçün ABC çıxılsın BAC 360 olarsa, A üstə gəl B cəminin ən kiçik qiymətini tapın. Burada da mən nə edirəm? Yenə eyni formada 3 rəqəmli ədəddirsə yazıram 100A, 100A, üstə gəl 10B, üstə gəl C çıxılsın 100B üstə gəl 10A üstə gəl C bərabərdir 360-a. Mötərizəni açsaq buradan, mötərizəni açsaq 100A çıx 10A olacaq. Yəni burada olacaq 90A. 10B'dən 100B'ni çıxsam 90B alınacaq. C-lərin fərqi mənə 0 verəcək. Bu 360 alınacaq. Mən buradan 90-ı mötərizə xaricinə çıxarsam, nə alıram burada? A minus B alıram. 90 vurulsun A minus B. Əgər 360-dırsa, yəni 90 vur A minus B 360-a bərabərdirsə, onda mən A minus B-ni buradan 4 alıram. İndi bizə nə soruşur burada? A üstə gəl B cəminin ən kiçik qiymətini soruşur. A ilə B-nin fərqinin 4 olması üçün mən A-nı 5, B-ni 1 götürə bilərəm burada. A-nı 5, B-ni 1 götürə bilərəm. Ən böyük isə A-nı 9, B-ni 5 götürə bilərəm. Yəni burada mən A-nı 6, B-ni 2 də götürə bilərəm, 7, 3 də götürə bilərəm, 8, 4 də götürə bilərəm. Fərq 4 alınır. Cəmin ən kiçik qiymət alınması üçün A 5, B 1 olmalıdır. Onda bizə A üstə gəl B cəminin, A üstə gəl B cəminin ən kiçik qiymətini soruşur. Yazıram ki, A üstə gəl B bərabərdir 5-in üstünə 1 gəlirəm, o da bizə 6 verəcək. Yəni cəmin ən kiçik qiymətini soruşur. Cəmin ən kiçik qiyməti 6-dır. Əgər ən böyük qiymətini soruşsaydı, A-nı 9, B-ni 5 götürəcəkdim. Onda nə olacaqdı? 11, 14 olacaqdı. 6-cı sual. Eyni tip sualdır aşağı yuxarı. Burada mən tənasüb kimi çarpaz vursam, yəni bunun məxrəcini 1 qəbul edib çarpaz vursam, nə alacam? AB çıxılsın BA bərabərdir 7 vurulsun A üstə gəl B. AB üstünə xət, yəni 2 rəqəmli ədəddirsə 10A üstə gəl B çıx 10B üstə gəl A bərabərdir 7A üstə gəl 7B almış oluram. Burada mötərizəni açsaq nə alınacaq? Alınacaq 9A, yəni 10A'dan A-na çıxacam, B-dən 10B'ni çıxacam. 9A minus 9B bərabərdir 7A üstə gəl 7B-yə. Bundan sonra nə edəcəm?
A'ları sol tərəfə atacağım. Yəni 9A minus 7A bərabərdir 7B üstəgəl 9B. Buradan alıram ki 2A bərabər olacaq 16B'yə. Əgər 2A 16B'yə bərabərdirsə, onda buradan alırıq ki A bərabərdir 8B'dir. A'nın 8B olması üçün A bərabərdir 8, B bərabər 1 olmalıdır. Onda mənə nəyi soruşur? A vur B hasilini soruşur. Onda mən 8-i vuracam 1-ə. O da nə olacaq? 8 olacaq. Yəni burada cavab nə oldu? 8 oldu. Natural ədədlər, cüt ədədlər, tək ədədlər, sadə ədədlər, mürəkkəb ədədlər olmaqla 4 yerə ayrılır. Cüt ədədlər 2-yə tam bölünən ədədlərə cüt ədədlər biz deyirik və yaxud da sonu 0, 2, 4, 6, 8 rəqəmlərindən biri ilə bitən ədədlər cüt ədədlər adlanır. Cüt ədədlərin ümumi şəkli 2n-dir. Burada təbii ki n natural ədəd olmalıdır. Yəni n-ə mən 1 versəm 2 olacaq, 2 versəm 4 alınacaq, 3 versəm 6 olacaq və s. Yəni n-in yerinə istənilən natural ədədi biz yazsaq, biz burada cüt ədəd almış olacağıq. Tək ədədlər sonu 1, 3, 5, 7, 9 rəqəmlərindən biri ilə bitən ədədlərə tək ədədlər deyilir. Tək ədədlərin ümumi şəkli 2n minus 1-dir. Onda yenə burada n mütləq natural ədəd olmalıdır. Yəni bunun 2n minus 1-in tək ədəd olması üçün mütləq n natural ədəd olmalıdır. Ardıcıl natural ədədlər bu şəkildə göstərilir. n plus 1, n plus 2, yəni ardıcıl natural ədədlər arasındakı fərq həmişə 1-ə bərabər olduğundan. Yəni ikinci ədəd birincidən 1 vahid çox olmalıdır, üçüncü ikincidən 1 vahid çox olmalıdır və s. Ardıcıl cüt ədədlər bu şəkildə göstərilir. 2n, 2n üstəgəl 2, 2n üstəgəl 4. Ardıcıl tək natural ədədlər 2n minus 1, 2n plus 1, 2n plus 3 şəklində göstərilir. Yəni həm ardıcıl cüt ədədlər, həm də ardıcıl tək ədədlər arasındakı fərq həmişə 2-yə bərabərdir. Burada bir dənə qeyd var. Deyir ki, məsələ həllində ardıcıl cüt və ardıcıl tək natural ədədləri x, x plus 2, x plus 4, x plus 6 şəklində işarələmək daha əlverişlidir. Yəni bu şəkildə də ardıcıl təkləri tək ədədlərdə belə göstərə bilərik, cüt ədədlərdə belə göstərə bilərik. Yəni mən birinci x-i tək götürsəm, bu ədədlər ardıcıl tək ədədlər olacaq. Birinci x-i cüt ədəd götürsəm, bu ədədlər ardıcıl cüt ədədlər olacaq. Deməli, tək ədədin cəmi, iki tək ədədin cəmi cüt ədəddir. Tək ədədin hasili təkdir. Təkin istənilən qüvvəti tək olur. Yəni təkin kvadratı da təkdir, kubu da təkdir. Ümumiyyətlə tək ədədin istənilən natural qüvvəti tək ədəddir. Təkin üzərinə cüt gəlsək tək olur. Təki cütə vursaq cüt ədəd alınacaq. Cüt ədədin istənilən natural qüvvəti cütdür. Cüt ədədin üstünə cüt ədəd gəlsək cüt olacaq. Cüt ədədə vursaq yenə biz cüt ədəd alarıq. Burada misallar var. Deyir ki, 3 ardıcıl cüt ədədin cəmi 96-dır. 3 ardıcıl cüt ədədin cəmi 96-ya bərabərdir. Bu ədədləri tapın. Deməli, biz burada nə edəcəyik? 3 ardıcıl cüt deyirsə, bunu belə də yaza bilərəm. 2n
üstə gəl 2n üstə gəl 2 üstə gəl 2n üstə gəl 4 bərabər 96-dır. Buradan alırıq ki, 6n üstə gəl 6 96-ya bərabərdir. 6n 90-a bərabərdir. N alınacaq 15. N 15 alınır. Onda birinci ədəd 30-dur. İkinci ədəd 32-dir. Üçüncü ədəd 34-dür. Bu belə. Bunun bir praktik yolu da var. Yəni praktik yolu nədir? 96-nı biz 3-ə böləcəyik. 96-nı 3-ə böləndə bax 96-nı bölürəm 3-ə. Alınır nə? 32. Yəni bu 32-dirsə, onda birinci ədədi tapmaq üçün 32-dən 2 çıxırıq. Yəni birinci ədəd 30 olacaq. İkinci ədəd ilə 32-nin özüdür. Üçüncü ədəd tapmaq üçün 32-nin üzərinə 2 gəlirik, 34 olur. Yəni bunu bu şəkildə də tapmaq olar. Sonra deyir ki, 3 ardıcıl tək ədədin. Burada bir şey də əlavə edeyim. Bunu belə də yazmaq olardı. Yəni birinci ədədə x deyəcəkdim. İkinci ədədə x üstə gəl 2, üçüncü ədədə x üstə gəl 4 də desəm, yenə həll eləmək olar. Yəni dedik ki, bayaqları məsələ həllində ardıcıl tək ədəd də belə göstərmək olar, cüt ədəd də belə göstərmək olar. Buradan 3x üstə gəl 6 96-dırsa, buradan 3x nəyə bərabərdir? 96-nın 6-nı çıxanda 90 alınacaq, x olacaq 30. Yəni birinci ədədi 30 aldımsa, ikinci 32, üçüncü 34 olacaq. Eyni qayda ilə ardıcıl tək ədədləri də biz bu şəkildə yaza bilərik. Yəni x üstə gəl x plus 2 üstə gəl x üstə gəl 4 bərabərdir 123-dür. 3x üstə gəl 6 bərabərdir 123-ə. Buradan 3x bərabərdir. 123-dən mən 6 çıxıram. 123-dən 6 çıxsaq 117 alınacaq. Onda x 39-a bərabərdir. Yəni 117-ni 3-ə böləcəm, x 39 olacaq. Birinci ədəd 39-dursa, onda ikinci ədəd olacaq 39 plus 2, yəni 41. Üçüncü ədəd olacaq 39 plus 4, yəni 43 olacaq. Birinci ədəd 39, ikinci 41, üçüncü ədəd 43 olacaq. Bu ədədləri tapın deyir. Tapdıq 39, 41, 43. Üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, 7a-3-ün kvadratı ifadəsi tək ədəddir. İfadələrin hansının qiyməti cütdür? Deməli, burada bir məntiq budur. Yəni, fikir verin. Əgər burada tək deyilsə, mən mütləq bu a-nın yerinə cüt ədəd yazmalıyım. A burada cüt olması lazımdır. Əgər bu ifadə tək ədəddirsə, a mütləq cüt olmalıdır. İndi mən a-nın yerinə hər hansı bir cüt ədəd yazıram. Məsələn, yazıram 2. 7-ni 2-yə vuranda 14, 3 çıxıram 11. 11-in kvadratı bizə nə verir? 121. Yəni, bu ifadənin tək olması üçün a nə olması lazımdır? A cüt ədəd olması lazımdır. Yəni, a-nı hər hansı bir cüt ədəd götürürəm. Məsələn, a-nı götürürəm 2. Bunları bir-bir yoxlaya bilərik. Elə a-nın yerinə 2 yazsaq, a bəndinin cavabı cüt olacaq. Əgər burada cüt desəydi, mən a-nı tək götürəcəkdim. Əgər belə desəydi, 7a-3 kvadratı cüt ədəd desəydi, mən a-nı tək götürəcəkdim. A-nı məsələn tək götürsək, a tək olması lazımdır. Məsələn, a-nın yerinə bir tək ədəd, məsələn 1 yazaq və yaxud da 3 yazaq. 7-ni 3-ə vuranda elir 21. 21-dən 3 çıxsaq 18. 18-in kvadratı yenə 18 bizə verəcək. Dördüncü sual deyir ki, verilən ədədlər ardıcıl cüt ədədlər olarsa, n-in ala biləcəyi qiymətləri hasilini tapın deyir. N ala biləcək qiymətləri hasilini tapın. Burada 7a yox, 7n olması lazımdır. Yəni 7n üstə gəl 7 ilə 8n üstə gəl 2 ardıcıl cüt ədədlərdir. Biz cüt ədədlərin tərifində bayaqlar dedik ki, ardıcıl cüt ədədlər
ardıcıl cüt ədədlərin arasındakı fərq 2-yə bərabər olması lazımdır. Yəni mən birinci ədədin üzərinə 2 əlavə eləsəm, ikinci ədəd tapmalıyam. Və yaxud da bunu belə də həlləmək olar. Bunlardan 7n plus 7-dən 8n plus 2-ni çıxıb modul yazıb 2-yə bərabərləşdirib modul tənliyi həll edə bilərik. Belə də yaza bilərik. Yəni belə yazsaq 7n üstə gəl 7 plus 2, yəni birinci ədədin üzərinə 2 əlavə edəcəm, ikinci ədədi alıram. 8n üstə gəl 2, çünki dedik ki, ardıcıl ədədlər arasındakı fərq 2-yə bərabər olmalıdır. Yəni əgər ikinci ədəd birincidən 2 vahid böyükdürsə, mən birincinin üzərinə 2 gəlib ikincini ala bilərəm. Buradan alınacaq ki, 7n üstə gəl 9 bərabərdir 8n üstə gəl 2-dir. Buradan 7n, 8-ni sol tərəfə atsam, çıx 8n bərabərdir 2 çıxılsın 9 olacaq. Burada mənfi n mənfi 7-yə bərabərdirsə, n də 7-yə bərabər olmalı. Yəni, n-in 7 qiymətində bu iki ifadə ardıcıl cüt ədədlərdir. Yəni, n-in yerinə mən 7 yazsam, ardıcıl cüt ədədlər alacam. Təbii ki, tək n-in 7 qiyməti deyil. Ola bilsin ki, birinci ədəd ikinci ədəddən böyükdür, 2 vahid. Ona görə mən bir dəfə də belə yaza bilərəm. 7n üstə gəl 7 bərabərdir 8n üstə gəl 4. Əgər birinci ədəd ikinci ədəddən 2 vahid böyükdürsə, mən ikincinin üzərinə 2 gəlib birincini alıram. Buradan alınacaq ki, 7n minus 8n bərabərdir 4 minus 7. Buradan alınacaq ki, mənfi n bərabərdir mənfi 3. N də 3-ə bərabər olacaq. Deməli, n 7, n 3 olmalıdır. Qiymətləri hasilini soruşur. Onda 7-ni vuracam 3-ə. O da bizə nə verəcək? 21 verəcək. Dördüncü sual bu şəkildə. İndi bölünmə əlamətləri, natural ədədlərin bölünmə əlamətləri, 2-yə bölünmə əlaməti, bunu bilirsiniz ki, bütün cüt ədədlər 2-yə bölünür və yaxud da sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə 1 ilə bitən ədədlər 2-yə tam bölünür. Yəni, bu şəkildə deyə bilərik, belə deyə bilərik. Rəqəmləri cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. 4-ə bölünmə əlaməti, əgər ədədin son 2 rəqəmi, yəni son 2 rəqəmin təşkil etdiyi ədəd 4-ə bölünürsə, ədəd 4-ə bölünür. Məsələn, 3856. Bu ədəd 4-ə tam bölünür. Bilirik ki, məsələn, 9716 bu 4-ə tam bölünür. Nəyə görə? Axır son 2 rəqəmə baxırıq. Son 2 rəqəm 56-dır. 4-ə tam bölündüyünə görə 3856 4-ə tam bölünür. Son 2 rəqəm 16-dır. Yəni 16 4-ə tam bölündüyünə görə 9716 da 4-ə tam bölünür. 5-ə bölünmə əlaməti sonu 0 və 5 ilə bitən bütün ədədlər 5-ə bölünür. 6-ya bölünən ədədlər 2-yə və 3-ə eyni zamanda bölünən bütün ədədlər 6-ya tam bölünür və yaxud da 3-ə bölünən bütün cüt ədədlər 6-ya tam bölünür deyə bilərik. 8-ə bölünmə əlaməti ədədin son 3 rəqəminin əmələ gətirdiyi ədəd 8-ə bölünürsə, ədəd 8-ə tam bölünür. 9-a bölünmə rəqəmləri cəmi 9-a bölünən bütün ədədlər 9-a tam bölünür. 9-a bölünən bütün ədədlər 3-ə bölünür. Ancaq 3-ə bölünən bütün ədədlər 9-a bölünmür. Bu məlum məsələdir. Məsələn, 12 3-ə bölünür, amma 9-a bölünmür. 6 3-ə bölünür, amma 9-a bölünmür. 12-yə bölünmə 3-ə və 4-ə eyni zamanda bölünən ədədlər 12-yə bölünür. 3-ə və ya 5-ə eyni zamanda bölünən ədədlər 15-ə bölünür. 18-ə bölünməni 2-yə və 9-a eyni zamanda bölünən ədədlər 18-ə bölünür deyə bilərik. Belə bir suala baxaq. AB ədədini 9-a böldükdə qalıq 3 alınır. AB ədədini 9-a böldükdə qalıq 3 alınır. ABC ədədini 9-a tam bölünərsə, seni tapın. Deməli, biz burada nə edəcəyik? Əgər bu iki rəqəmli ədəd 9-a böldükdə qalıq 3 alınırsa, deməli, məsələn, bu AB 2 rəqəmli ədədini mən tutalım ki, atıram, 12 götürə bilərəm və yaxud da 21 götürə bilərəm və yaxud da 30 götürə bilərəm.
Qalıqda 3 alınır deyirsə, məsələn 12 9-a bölündə qalıqda 3 alınır. Mən bu AB-nin yerinə 12 yazsam, 12 S. İndi bunun 9-a bölünməsi üçün təbii ki, S neçə olması lazımdır? S 6 olması lazımdır. Çünki 9-a bölünmə əlaməti əgər ədədin rəqəmləri cəmi 9-a bölünürsə də 9-a bölünür. Bu suala baxaq. Deyir ki, ədədini 5-ə böldükdə qalıq 3 alınır. 5-ə böldükdə qalıq 3 alınır deyir. Biz burada nə edəcəyik? 5-ə böldükdə qalıq 3 alınırsa, deməli y, yəni son rəqəm ya 3 olması lazımdır, ya da 8 olması lazımdır. Amma bu ədədin 18-ə bölündüyünü deyir. 18-ə tam bölündüyünü deyir. 18-ə bölünən ədədlər mütləq cüt ədəd olmalıdır. Çünki 18-ə bölünmə əlaməti nədir? 18-ə bölünmə əlaməti 2-yə və 9-a bölünən ədədlərdir. Yəni eyni zamanda 2-yə və 9-a bölünürsə ədəd 18-ə bölünür. Ona görə mən mütləq sonu y-i cüt götürməliyəm. Demək mütləq y 8-dir. Demək ədədimiz bu şəkildədir. 8 8. İndi bu ədəd 9-a bölünməlidir. 2-yə onsuz da bölünür. 9-a bölünməsi üçün x neçə olmalıdır? 9 üstəgəl x üstəgəl 16. Bu da bərabərdir 25 üstəgəl x. Deməli, x də 2-yə bərabər olmalıdır. X də mütləq 2-yə bərabər olmalıdır. Dərsimizin natural ədədlərin birinci hissəsi bu qədər. Dərsimizin davamını növbəti dərsdə izah edəcəyik.